Salam ay naçalnik, gələk. Tez ol, keç, otur görək. Salam. Əleyküm əssalam. Demək belə, dünən səhər yanımda vardı bir nəfər. Saat 10 raudələrində, şəhərin həndəvərində, yeraltı metro yerində törədib ağır cinayət. Qoca bir qadına yetirmisən xəsarət. Əlində vardı Küt alət. sözümü kəsmə, nəhayət götürüb pul paradan. O dəmdə çıxdız aradan, siz dar ayaqda, hələ içmişdi zaraqda. Nə deyə bilərsən o haqda? Nə deyim məni, olub da, içəndə dünən klubda 200 ambara attım, piyan oldum, sonra yattım. Yəni zır at qılıç attım, piyandım onda yəni. Sonra ayıldım və məni içizdirdi qonşu əbil. Sən öl, özüm ölüm, elə bil durduğu yerdən beyin tutuldu fikirdən. Dəli oldum yəni birdən. Əşi saxla, danışma əllə ayaqla. Adın nədir sənin? Həsən. Həsən, nəzi bilsən nəsən? Mənə bir söylə əməlli, ki qoy olsun mənə bəlli. Dünən nə hadisə oldu? Reis oldu, deyin aha, soruş dadaşdan, o danışsın sənə başdan. Hə canım sağ desin, dünən dalanda mən gördüm oturub bizim dadaş natırlayır yavaş yavaş. Dedim dadaş az işdana, çox içmə ziyandır cana. Dedim qoy eyliyim kömək, ki dadaş qoy içməsin tək. Dedim dadaş əlli süzmə, fikrim çatdı sənə. Əşi can hə. Yum ağzını yalkaş Həsən, yenə zır kefli sənə sən. Reis estağfirullah, nə içmişəm ki? Sən Allah. Əşi vallah cəmisi 3 butulka, tri butulçka tolka. Güya lap içəndə nə olar? Udaya tureçki ki nə olar? Ufay Allah, atam Həsən, nə üçün sən saat 10-da gedəndə metro vagonda yanında vardı bir arvad. Yaşı 70 ya da 80. Sən isə durduğu yerdən itirib ağlığı birdən, heç bilmədən adını vurub xalqın arvadını, qətlə yetirdin qadını, hansı səbəbdən? Səbəbi budur, qəzəbdən. Dadaşla mən saat 10-da gedəndə metro vagonda. O səhər çox içkiliydim. Nə bileydim ki bu ayğır qızı ayğır. Dırhadır, dırhadır, hadır. O ki vardır mələdi, baş qulağımı dəng elədi. Oturub yanımda zalım, görə duxdadır halım, dilə gəldi. Nə bilim dim belə gəldi, ay aman içmə ziyandı, qadağandı. Nə bilim filan filandı bu həyat. Dayanmadan yarım saat eylədi söhbət, məni bezdirdi nəhayət. Başa düşdüm, bezib ondan deməli, törətdün həmin əməli, cənab müqəssir. Araq etmişdi da təsir, əsəbləşib ona durdum, durub butulkanı vurdum təpəsindən, həm üzündən, arvad getdi özündən. Yaxşı aydındır, bax bəri, bəs onun əlamətləri yadında qaldımı? Həri, dili pəltək, həmi gözlərində eynək, başında qırmızı bir şal, dodağın üstə də var xal. Əlində bəzi tədarük var idi, barmağında qızıl üzlük var idi. Hə, özü də çox baha daşqaş, belə 70 olardı yaş. Əynində layka bir plaş, yenə deyirəm, dili pəltək, dəlilər tək danışığı var o yan bu yan. Dayan, dayan. Başa düşdüm ay Həsən, sən öldürdüyün deyəsən, o yaşlı arvad yaxın insandı, deyil yad o mənə. Boy. O mənim qaynanamdı. Oy reis, bağışla sən Allah məni sən. Ay nə bağışda zad Həsən, əcəb eləyib yetirmisən qətlə onu. Boy. Dayan üzündən öpüm qoy, bəri gəl. Bərək Allah, malades halaldu valla. Kişi sənsən, mən ölüm mərdsən ay Həsən. O köpəyi qızın qətlə yetirməsəydin, sən işin bitirməsəydin, onu mən öldürəcəydim, ocağın söndürəcəydim. Reis, o qaynanon səni belə bezdiribdir yəni. Ay Həsən, bezdirib də sözdür məgər, əlimə o düşsəydi əgər, mən onu parçalayardım, talayardım, tikə-tikə baltalayardım. Mənindir neynəmaxı? Səndə görmürəm günahı, get nə bilirsən şəhərdə et, dolan arxayın, arxayın, mən özüm olacam daydayın, bu həyatdan yaşa zövq al. Sağ ol reis. Salamat qal, salamat qal, salamat qal.
Bəli. Alo. Bəli. Alo, qonşu. Hə. Zəhirmar Azzar. Niyə? Zəhirmar niyə kör niyə? Sözvü de, nə olub axı? Aya sənin itin var Hə. O itin yiyəsinə oxşayıb da. Nə olub axı? Uşağımı dişləyib da. Haçan? Bayaq Harda? bizim həyətdə ən quduz itdir itin bu kətdə. Aç biraz gözətdə, sənin tərbiyəsiz balan ki vardı. Bilirsən nə qədər mərdi məzardı? Mənim balam Bəli, oddur, yalodur. Başdan ayağa kinodur. bu nə lodu düşmüşəm mən. Sənin bu böhtanıva ilişmişəm mən. Balam kimə nə pislik edib, haçansa. Ay belə yansın bu dilin yalansa. Balam bilirsən nə söyüşlər söyür. Gah daş atır, gah da çubuqla döyür. O gün vurub yardı itin kəlləsin. Yazıq onu dişləməsin, neynəsin? Qonşu itvə verməmisən tərbiyə. İndi itim balamı dişləyib deyə səndən alacam ayfımı. Məndən niyə? O it o sən, apar itimi dişləsən. Nə qədər istəsən, harasın istəsən. Qulağıma az boy yenə, pürs sənə. Xoş baxıram üzüvə, məndədir günah. İndi polisə zəng eləyim, sən də bax. Alo. 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 Qonşu yatmısan? Sən həqiqətən də itib batmısan, batmısan. Mən ya sən? Abır olar adamda. Aç zəng olar gecə 3 tamamda. Adam adama zəng eləyər bu vaxtda. İcazə ver yataq da. İndi gəlib səni cıracam yataqda. Neynəmişəm? Sırtığın biri sırtıq. Nağay sənə mənə bundan artıq. De da bilim. Dünya başıma dar oldu. Nə oldu axı? Canıva azar oldu. İtin qapıma girdi, günüm qaraldı. İt deyil, vəhşidir, Hannibaldır. Yalqızaqdır, şakaldır. Sonra nə oldu? Deməli yatmışam gecə, səs eşidib həyətə düşdüm indicə. Aha. Gördüm itin girib dirhinə, toyuqlarımı qoyubdu yaman günə. 10 fərə var, onlara qıymayıb ha. Fərələrin heç birisinə dəyməyib ha. Axırı nə oldu? Xoruzu tutdu, apardı. Tutanmadım, qaçdı canın qutardı. Bir xoruzum vardı cəmi halbuki. Canay qonşu, bu lap əla oldu ki. Məzələnir. İtim yeyib doydu da, yemək verməyəcəm, əla oldu da. Ay səni şad xəbər olasan, ay lələ. Qulağıma ad boy, elə axmağın biri axmaq. İndi polisə zəng eləyim, sən də bax. Bəli. Alo. Bəli. Alo. Bəli. Salam Şah vəzir. Eşitmədim, kim gəzir? Aya onu demirəmi? Nə? Sən nə deyirsən mənə? Aya Kərəməm da mənəm. Hə, salamaz Gülsənəm. Gülsənəm yox mənəm. Mənim Gülsənəm nənəm. Mənəm mən Karoğlu Kar. Nə, nənən qalıb bekar? Aya nənəm yox mənəm. Hə, başa düşdüm kələm. Neçəyə satır? Ay Allah, sən öl dəlidir bu valla. Kələm yox Şah vəzir. Kim kələm yeyib çezir? Allah eyləsin imdad. Ay tupoy nə kələmzad. Qurban olum mən sənə. Nə dedin kimdən sənə? At onun ağzı yansın ə. Sən dəlisən, avamsan. Sən nə qanmaz adamsan. Karoğlu Kar bəsdir da. Hə, abırat, belədir da. Elə bilirəm bayaqdan, məni söyürsən nahaqdan. Ay səni qanmaz dəli. Kim? Uzunduraz Vəli, indi Urusiyyətdədir. Dayımla bir kətdədir, o həm qonşumuz Nəzir. Dayın kimdir Şah vəzir? Başqa dayın var bəyəm. Dayın mənəm da Kərəm. İndi neçədir kələm? Kilosu 3 manatdır. Hə, mənə indi çatdı. Mən sənə səhv düşmüşəm. Sən dəliyə ilişmişəm. Kül bu başıva ay Kərəm. Hə, bu ilazdır kələm, yoxdur. Zəhrimar Azzar. Hə, bahacıldır bazar. Zaman pisdir da bala, bizi salıb haldan hala. Ay Allah. Boy nə oldu? Ay səni, ad boy oldu. Ata, Ay can oğul, canım bibəla, şad xəbərim var. de görüm ay bala. Evlənirəm. Həqqi deyirsən bala, qanadlandım az qala. Hə, ay ata, zarafat olar bu boyda. Bəh, 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 süzəcəm, kef eləyəcəm o toyda. Elçi gedək. İş işdən keçib. Niyə? Bu gün səhər qızı qaçırtmışam deyə. Qaçırtmısan?
Nə deyim mən sənə? Nə həşir idi, gözləyə bilmirdin hə? Dilxor oldum Ata qismətdir da. Düz deyirsən ay bala, adətdir da. Ailə quranlar hərə bir cür qurur. Oğul, qarşımızda çox işlər durur. Mən də baba olacam, şükür Allaha. Nəvəm olacaq. Olmayacaq, var daha. Var nədir ay oğul, nə var? Nəvən da. Hansı nəvəm? Ay ata, sözümə güvən da. Hə, Qızım bir oğlu var. ilişdi ki, Sevirəm axı. paho zibilə düşdü ye. Ay ata, başladın yenə dillənməyə. Ay bala, qız tapmadın evlənməyə. Kətdə gör nə qədər subay xanım var. Qonşumuz mamam qızı Gül xanım var. Könül sevən göyçay olar. Ay ata. Sən ki mənim başıma gətirdin xata, mən səni sildim həyatımdan. Elə getdim onda. Get, nə bilirsən elə. Dayan görüm, yaşı nədir? 56, Bəs sənin yaşın nədir? 26. Ay bərəkallah, bərəkallah bala, qanadlandım az qala. Gəlin qaynatası ilə tay tuşdu ki, hara tələsirdim bala, nə olmuşdu ki? Olan olub torba dolubdur. Elə, hansı üzlə çıxım indi mən çölə? Yoxdur sənadda oğlu mindən belə. Biyabır olduq el içində vallah. Ay ata, bəsdir sən Allah. Qaçırtmışam, evlənirəm, vəssalam. El oba var, qonşular var ay balam. Bütün kəndə lo düşəcək hər hala. Yaxşı, qızın atası kimdir? Şirbala, Hansı Şirbala? milyonçu Şirbala. Həqqi deyirsən bala, jackpotudan Şirbalanın, Hə ata, qızıl satan Şirbalanın, hə ata, Şirbalanın qızın qaçırtmısan sən? hə. Uduşdu bilet çıxartmısan sən. Onun pulunu heç matapi ilə kəsməz. Belə qudadan ağlı olan əl üzməz. Düzdür ata. Bir dənə sən tək səni, nəsli dirildəcəksən, erkək səni, dur gedək. Hara? Toya hazırlaşaq. Bəlkə yaşlı vaxtı biz də varlaşaq. Hə? Hə. Axşamın xeyir salam, Ay əleyküm əssalam. Nə var, nə yox? sağlığın. Hardadır şıltaqlığın? Deyəsən dilxorsan ha, içkilisən, zorsan ha. Yox, əşi yoxdur qəmim, başqadır dərdim mənim. Başımda bir güman var, özdə xeyli zaman var. Nədir ki dərdin dadaş? Gör nə deyirəm ay adaş, məhəlləmizdə bir qədər millətə sağ-soğ nəzər, hamıya düşüb vic-vicə, hamı qaçır xaricə, hamısı uzaq yerdədir, bazarda alverdədir, bizsə paçan kökündə, geyim yaman kökündə, həm axşam həm səhərdə, hey gəzirik şəhərdə, gedək biz də alverə, uzaq diyar yad yerə. Ağıllı məsləhətdir, valla yaxşı sənətdir. Bəsdir paçan kökündə, biz xuliqan kökündə, gəzmişik veyil-veyil, gəzməyimiz bəs deyil. Mənim taylarım necə qaçıb gedir xaricə, hamı edir səyahət, ziyarət və ticarət, biz də olaq bir qaçaq, bizdən qalıb nə olacaq? Adaş zor təmənnadır, amma bir şey əmmadır, sual budur, hara gedək? Hara deyirsən, ora gedək. Bax məsələn Türkiyə, biz ora getməyək niyə? Bizə qardaş deyirlər, xətri də istəyirlər. Çıxart ginən zapını, tez ol di aç qapını. Ya Allah əyləş rula, sür gedək İstanbula. Sürüb nəhayət, 3 günə sağ səlamət, çıxıb tez bazar yola, çatmışıq İstanbula. İyi günlər arkadaş, gəlib çıxıbdır dadaş. Bir gün olub səfərdə, səhər gəzib şəhərdə, saat 3-də gün orta, çatanda aeroporta, yaraşmayan yaşımıza, oyun gəldi başımıza. Maşınımızın sağında, yolun düz qırağında, dayanmışdı bir zənam, cazibədar həm cavan. Gözümüz ona sataşdı, fikrimiz də dolaşdı, salamı alanda qızdan, çıxdı yol yadımızdan. Elə bu anın əvvəli, işin çıxdı əngəli, maşını soxub ariyə, eylədik avariyə. Gəldi çıxdı polislər, kapitanlar, rəislər, turşudara güzləri, yolladılar bizləri, hər ikimizi yan yana, təzə
təzədən Azərbaycana. Dadaş, ay dadaş, Nə olub eşdirəm adaş? çox da düşmə həvəsdən. Paxıllar bizə qəsdən, orada veriblər stəm. Eybi yoxdur, çəkmə qəm. Düz deyirsən ay adaş, olmayaydıq orada kaş. Müftə bir para gəzdi, maşını da orada əzdi. Eybi yoxdur, ailələ, ölməmişəm mən hələ. Balaca məsləhətim var, ağıllı söhbətim var. Bizim işimiz düzəlsin, istəyirsən? De gəlsin. Deyirlər ki, o yanda, qonşu ölkə İranda bizim millətimiz var, bir cəmiyyətimiz var. Təbrizə bəlkəm gedək, millətimizi yad edək. Əla fikirdir adaş, zor iş deyirsən də baş. İşin tapmısan səmin, ay qadan Allahım sənin. Gedək gezək o yanda, qonşu ölkə İranda. Mən hazıram, gəl gedək, millətimizi yad edək. Haydi yaxşı yol bizə, yollanırıq Təbrizə. Bu cür arzu niyyətlə, asta sürətlə, hər ikimiz diz-dizə yollanırıq Təbrizə. Maşınımızı tirasda, sürərkən asta, bir-iki gündən sonra maşında çatdıq ora. Salam aleykum baba, gəldi qohum əqraba. Qarşıla qardaş bizi, seyr eləyək Təbrizi. Təbriz adlı şəhərdə, çox küçəhəndəvərdə, maşında şillənirdik, gəzib veyillənirdik. Şəhəri səyahət etdik, acıb gün orta getdik. Etmək üçün nahari, qəlyanat yasarı. Cibdən çıxardı baraq, təşkil edib kef tamaq. Kefdə içib yeyirdik, cavanlıq eləyirdik. Unutduq onca qəti, biz ki İran milləti. Təmiz müsəlman imiş, içki qadağan imiş. Hər ikimiz illül-piyan, gördü bütün restoran. İçilməmiş butulka, polisə çatdı nakolka. Töküldü jandarmlar, delavoy bığı burmalar. Çıxarıb restorandan, qovladılar İrandan. İndi neyniyək adaş? Nədir ki fikrin dadaş? Başımda bir plan var, gözəl fikri güman var. Bizim qonşu Şirbala, arvadı Sümbül xala, böyük oğlu Dilavər, qardaşı oğlu Sərvər. 50-yi qürbətdədir, uzaqda Rusiyyətdədir. Onlardan nəçiyik biz, çox şey əmaliyik biz. Gedək bizdə Rusiyyətə, bizdən uzaq dövlətə. Gedək deyirsən gedək, oraları da seyr edək. Belə isə əyləş rula, tez bazar çıxaq yola. Nə qədər istidir hava, gözlə bizi Moskva. Qoyub qabağa məqsədi, tərk edərək sərhədi. Biz qısa bir müddətə yollanırıq Rusiyyətə. Здравствуй, Ivan, как у вас filan. Eyliyib istirahət, gəzib nəhayət. Qoyub dükan bir yerə, başlamışıq alverə. Alver eyləyib hədər, müflis olub bir qədər. Yığıb urus bir topa, xeyli basmışıq copa. Pulum var, Var, qırqızılın bir ambar. Borca pul verin bizə, qaytaraq 3 qat sizə. açmaq üçün yolumuzu, borcalınan pulumuzu. Cəmləyərək bir yerə, başlamışıq alverə. Çıxdı bizim ziyanımız, bir caya dükanımız. Bazarda müflis oldu, vəziyyətimiz pis oldu. Gəlib çıxdı Andrey, qoymadı bizlərdə hey. Sonra gəldi bir İvan, qoydu böyük bir tavan. Bir söyüşün bir qəpi, təpi dalı can təpi. Qorxu düşdü canımıza, tüpürdük tabanımıza. Hər ikimiz yan yana, qaçdıq Azərbaycana. Belə işlər adaş. Çətindir vəziyyət qaqaş, hədər getdi vaxtımız, gətirmədi baxtımız. Edək götür qoy gərək, biz necə tədbir görək. Bir fikrim var adaş, De gəlsin yavaş yavaş. sözüm budur ay qoçaq. Ulduza bəlkəm uçaq, xudafiz deyib yerə, gəl çıxaq atmosferə.
Uçub gedək raketdə, başqa bir planetdə, gəzək, səyahət edək. Onda haydi dur gedək, Biz gedirik cəmahət, siz də qalın səlamət. Bununla da nəhayət bitdi bizim rəvayət.